Sufyan ibn Uyeyne, Allah ona rəhmət etsin, böyük hədis alimi və hikmət sahibi idi. Onun sözləri həm Quran və sünnəyə əsaslanır, həm də insanların qəlbinə təsir edəcək dərin hikmətlər daşıyırdı. Onun bəzi nəsihətləri: günah qəlbi zülmətə bürüyər, itaət isə onu nurlandırar. Kim Allahdan qorxarsa, insanlar ondan qorxar. Kim Allahdan qorxmazsa, Allah onu insanların qorxusuna salar. Yəni Allah qorxusu insanları günahlardan çəkindirər və izzət sahibi edər. Lakin kim bu qorxunu itirsə, insanlar ona qarşı hörmətsiz olar və o daim insanların rəğbətini qazanmağa çalışar. İnsanlar təkəbbürə, onların nöqsanlarını örtən səbəblər aradan qalxanda düşərlər. Yəni insan var-dövlət, vəzifə və ya gücə görə təkəbbür edə bilər. Amma bu nemətlər əldən getdikdə o əsl həqiqəti dərk edər və əvvəlki təkəbbürün mənasız olduğunu anlayar. Elm üç şey üçündür: Allah qorxusu, ibadət və təvəzzökarlıq. Əgər elm səni bu üç şeyə aparmırsa, onda o sənin zərərinədir. Yəni həqiqi elm insanı Allaha daha yaxın etməlidir. Əks halda o yalnız qürura və ya dünyavi məqsədlərə xidmət edər. Dilini qoruyan insan dinini qoruyar. Qəlbini saf saxlayan isə Allahın huzuruna pak çıxar. Yəni insan dili ilə çoxlu günaha girə bilər. Ona görə də dilini haramdan qorumaq və qəlbini saf saxlamaq insanın axirətini xilas edər. Sufyan ibn Uyeynənin bu sözləri qəlbi titrədən və insanı düşündürən hikmətlərdəndir. Allah bizi bu sözlərdən ibrət alanlardan etsin.